Bir evli cütlük var imiş, bunların uşağı olmamış. Qüsur ərindəymiş. Bu qadın həmişə ərinə təsəlli verərmiş, onu uşağın olmaması üçün darıxdırmazmış. Nə olsun deyir, o qədər evliliklərin uşaqları yoxdur ki. Bunlar bir müddət bu şəkildə yaşayırlar. Qadın həmişə ərinin qayğısına qalarmış. Bir gün şeytan bu kişini yoldan çıxarır. Deyir ki, vaxt vardı, arvad, yeməyə çörək tapmazdıq. Çox vaxtı ac yatardıq. İndi hər şeyim var, çörəyim, malım, mülküm. O vaxtlar mənim qoynumda gənc bir qız var idi. İndi isə mənim qoynumda 60 yaşlı, 90 kilolu bir qadın var. Bu söz qadına çox toxunur, amma özünü o yerə qoymur, ikrah hissi ilə gülümsəyir. Ərinə deyir ki, bəy, istəsən, indi də sənin qoynuna cavan qızlar girər. Malım var, mülküm var, hər şeyim var. Bundan kişi biraz da cəsarətlənir. Belə qərara gəlir ki, yenidən gənc bir qızla evlənsin. Qadın bu halı görüb, xoşluqla 2 ay müddətində ərindən boşanır. Kişi bu qadına bir dükan verir, bir də yaşamaq üçün bir dairə hədiyyə eləyir. Beləliklə bunlar ayrılırlar. Kişinin yaxın bir marketdə, bir kassada gənc bir qız işləyirmiş, gözü onu tutur və bununla evlənmək istəyir. Bir neçə dəfə bununla münasibətdə olur. Deyir ki, bu kassada işləyən qız deyir ki, mənim qoca bir anam var, gənc yaşında da atamı itirmişəm. Dolanışığım da ancaq bu kassadan aldığım əməkləndir. Anam da xəstədir, elə aldığım pulları da onun dərmanlarına xərcləyirəm. Bundan kişi daha da cəsarətlənir. Deyir ki, mənim çoxlu malım, mülküm var. Mən sizin hər ikinizə baxaram. Sənin ananı da saxlayaram, səni də ki, yağbal içində üzdürərəm. Amma gəl, sən mənlə evlənginə. Qız heç fikirləşmədən razılıq verir. Bunlar evlənirlər. Evləndikdən sonra çıxırlar balayına, gəzirlər xaricdə, ora buranı, qayıdıb gəlirlər öz evlərinə. Qayıdıb gəldikdən sonra kişi buna bir dairə bağışlayır. Mal mülkündən də bu qadına hədiyyə edir. Bu qadın başlayır kişinin yavaş-yavaş mülklərini öz adına keçirtməyə. Belə olur ki, kişinin bütün mülklərin, varidatın qadın keçirdir öz adına. Kişinin adında qalır ancaq bir dənə o oturduqları ev. Artıq qızın neyinə lazımdır? Bir gün bu kişiyə deyir ki, mən səndən ayrılmaq istəyirəm. Deyir, niyə? Biz ki, xoşbəxt yaşayırıq, malımız, mülkümüz, varidatımız. Deyir, yox, mən uşaq sahibi olmaq istəyirəm. Ona görə mən səndən nə uşaq qazanacam ki,
Sən bir get güzgüdə özünə bax, gör nə kökdəsən. 70 yaşında biri, mən səndən uşaq əldə edəcəm. Ona görə mən səndən ayrılırım. Kişi neynəsin da, deyir, ayrılıram. Bu, deyir Allah Teala, insan ölməmişdən onun tutduğu əməlləri onun qarşısına çıxarır. İntihası biz çox vaxtı onu bilmirik. Bu öz qarşısına elədiyi hərəkəti indi Allah Teala bu kişinin öz qarşısına çıxarır. Nəhayət bunlar ayrılırlar. Kişi qalır tək. Hara çatacaq? Gecdi, hər şey əldən çıxıb, bunun köhnə arvadı yadına düşür. Bu da ayrılandan sonra heç nə qarısını sorub, arayıb, heç necə yaşadığı ilə qətiyyən maraqlanmır. Başına bu hadisə gələndən sonra fikirləşir ki, mən gedim bir əvvəlki qadınımla görüşüm, ondan bir halallıq alım, görüm onun vəziyyəti necədir. Amma yüzü gəlmir. Nəhayət bir gün öz qüvvəsini toplayıb əvvəlki qarısının evinə gedir. Gedir, qapını döyür. Bu vaxtı qapını bir 13 yaşında qız uşağı açır. Kişi təəccüblənir, deyir, bəlkə qapını səhv döymüşəm. Arvadın ismini verir. Deyir, burada yaşayır. Deyir, bəli. Deyir, onu çağıra bilərsən. Qız deyir ki, ana, səni bir əmik görmək istəyir. Kişi təəccüb qalır ki, axı bu qadın bundan ayrılanda bunun 60 yaşı var idi, yaşlıydı, bu uşaq nətər oldu. Amma içərdən qadının səsi gələndə görür, arvadının səsidir. Qadın gəlir qapıya, görür budur. Kişi arvadın qoxusunu hiss eləyir, kövrəlir, ağlamaqdan özünü güclə saxlayır. Deyir ki, sən mənə, qadın buna deyir ki, hələ bunu, sən 15 yaşında da bir qardaşı var. Nəsə, bunu dəvət edir içəri, deyir, bəy, buyur içəri, bir istəyirəm çayımızı içkinə. Kişi keçir içəri, deyir, axı sən məndən ayrılanda yaşlıydın, bəs bu uşaqlar nədir? Deyir ki, mən bu uşaqları küçədən tapıb götürmüşəm. Onlara sahib çıxmışam, onların oxutdururam, yaşadıram, yeməklərin, içməklərin verirəm. Mal mülkümü də onların üstünə yazdıracağım. Mən öləndən sonra nə varidatım varsa, hamısı o uşaqlara qalacaq. Kişi fikirləşir ki, aya, gör mən mal mülkümü hara sərf elədim. Bu qadın malın mülkün hara sərf eləyir. Bu yaşlılıq dövrün fikirləşib. Deyir, biz həmişə cavan olmayacaq ki. İnsanın yaşlaşıb elə bir hala gələn halı olur ki, bir istəkan durub suyu götürüb içə bilmir. Onda insanın dadına çatan adam lazımdır. Kişi çox peşman olur, amma nə fayda. Arvad da bu evin içərisində
dolma bişirilmiş. Dolmanı iyi götürüb aləmi. Kişi çox ürəyindən keçirdir ki, kaş arvad mənə yeməyə qalmağa təklif edirdi. Mən də məmnuniyyətlə qalıb onunla birlikdə yemək yedim. Amma arvad təklif eləmir. Kişi deyir ki, nəhayət mən durum gedim. Deyir, buyur. Kişi durub gedəndə qapıdan çıxanda arvad bir qabda o bişirdiyi dolmadan gətirir. Deyir, bəy bunu aparıb evində yeyərsən. Kişi bunu da götürür, gəlir kör peşman evinə. Allah Teala ona göstərdiyi və tək tanha damın altında yaşamağa məhkum olur. İndi qardaşlar, biz gələcək günümüzü fikirləşməliyik. Düzdür, əlimizə biraz pulmuz gələndə özümüzü itiririk. Amma son günü fikirləşmək lazımdır ki, qocalanda, mən əldən düşəndə mənə kim əlini uzadacaq? Bizə o əli uzadan, yardım edən insanların tapmalıyıq. Tələsik qərarlar verməyə tələsməməliyik. Allah bizi heç vaxtı tək-tənha naümid qoymasın. Diqqətinizə görə çox sağ olun, minnətdarım.